İşte 12.000 il. 12'dən 10 minildən 8 artıq. min. 10 minildən artıq bir mezolit dövrü deyil. Aha. Bəs yaxşı, Tunç dövrünün hansı mərhələsi idi? Deyirdik ki, o da 600 ildən artıq davam eləmişdi. Tunç dövrünün erkən Tunç dövrü. Orta Tunç dövrü. Ortadır. Aha. Yaxşı, siz mənə deyin, deməli, Neandertal insanlar evləri adətən nədən hazırlayırdılar? Evliyini, yaşayış yerlərini, məskənlərini. Neandertal insanlar Bəli, yaşamaq üçün fikrini nədən hazırlayırdılar? Nədən istifadə edirdilər hazırlamaq üçün? yəqin ki, çiy kərpişdən istifadə ediblər də ilk Yox, əvvəl. o eneolitdən başlayır. Neandertallar vəhşi heyvanların sümüklərindən, bir də iri qaya daşlarından. Bəli. Bəs Tunç dövrünün hansı mərhələsində deyək ki, evlərin bünövrələri iri qaya daşlarından tikilirdi, divarları da Erkən Tunç dövründən. Son Tunçda. İri qaya daşlarından. Yeni məlumatlarla qarşıdırıq bir köhnələri. Heç nə olmaz. Yaxşı, sadə incəsənət nə vaxt yaranmışdı? Alt paleolit dövründə. Paleolitin ilk mərhələsində, bəli. İncəsənətin çiçəklənmə dövrü idi. İncəsənətin mezolit dövründə. Yox, mezolit dövründə inkişaf edib. Çiçəklənmə mərhələsi Orta Tuncdur. Toxuculuqla bağlı Orta Tuncda hansı yenilik baş vermişdi? Nədən istifadə olunurdu? Toxuculuqda Yox, idən var idi eneolitdə. Sadə toxuculuq dəzgahından. Orta Tuncda sadə toxuculuq dəzgahından istifadə olunurdu deyəcək. Bu da yeni bir şeydir. Bəs duluz çarxından nə vaxtdan istifadə olunurdu? Hansı dövrdə? Orta Tunç dövründə. Yox. Duluz Yox, o çarxından erkən Tunç dövründə. Ayaqla hərəkətə gətirilən başda erkən Tunç dövründə. Bəli. Ayaqla hərəkətə gətirilən son Tuncdur. Doğru. Yaxşı, siz mənə deyin, duluz kürələrindən istifadə nə vaxt başlamışdı? Bəli. Yaxşı, hansı dövrdə deyək ki, metallurgiya sobaları təkmilləşdirildi, artıq alətlərin hazırlanmasında qəlblərdən istifadə olunurdu? Bu da eneolit dövrüdür. Yox. Bu da Tunç dövrüdür. Orta Tunç. Erkən Tunç dövrüdür. Orta Tunç. Acibəddəki kamil. Bəli. Yaxşı, siz mənə deyin, Tunç dövrünün hansı mərhələsindən deyək ki, evlər artıq başladı təbii təpələr üzərində tikilməyə, yaxşı mühafizə olunsun deyə. Erkən Tunç dövrünə götürəkmi dağətəyi bölgələrdə? Bəli, doğrudur. Yaxşı, bəs nə vaxtdan başladılar bu evlərin ətrafına müdafiə divarları falan çəkməyə? Elə biləm erkən Tunçdur o da, köhnə kitablarla. O da erkən Tunçdur. Erkən Tunçdur, bəli. Yaxşı, sosial əmlak bərabərsizliyi nə vaxt yaranır? Elə o da erkən Tunçdur. Nə vaxt artdı? Artdı artıq Orta Tunçda. Dərinləşməsi ibtidai ictimai quruluşunun cəmiyyətinin dağılmasına səbəb olurdu. Bəli, son Tunç dövründə. Bəli. Əsasən bu dövrdə hansı cür təsərrüfat öz əhəmiyyətini itirirdi Tunç dövrünün son mərhələsində? Hansı təsərrüfatı? Bəli. Hansı forma təsərrüfat deyir öz əhəmiyyətini itirirdi, verirdi başqasına? Kollektiv təsərrüfat, fərdi təsərrüfatlar inkişaf edirdi. Qulluq icması yaranırdı, deyil mi? Bəli. Bəzi icma üzvləri varlanırdı, digərləri isə kasıblaşırdı. Yaxşı, siz mənə deyin, nə vaxtdan deyək ki, əkinçilik və maldarlıq müstəqil inkişaf yoluna qədəm qoydu? Artıq neolit dövrünü. Yox, müstəqil inkişaf yoluna qədəm qoydu. Oturaq həyata keçməklə olmur o. Yox. Ayrıldı da bir-birindən. Bəli, erkən Tunç dövrünə. Bəli, əkinçiliyin maldarlıqdan ayrılmasını soruşurdu. Bəli, birinci əmək bölgüsü. Xüsusi ibadət evləri hansı ərazilərdən aşkarlanmışdı? O erkən Tunç dövründə baba dərviş idi, Maxdaydı. Bir də Xaçmazın Sərkərtəbə, bir də onda Qazaxda baba dərviş. Bəli, bir də birinci Kültəpə. Birinci Naxçıvanda 2 dənə idi, indi birini yadınsa. Bəli. İkinci Kültəpə hansı dövrə aid idi? Orada nə tapılmışdı? Orta Tunç dövrüdür, o şəhər mərkəzi idi ora. Sağ olun, bəli. Hansı dövrə boyalı qablar mədəniyyəti dövrü deyək? Orta Tunç o da. Bəli. Hansı dövrdə dedik ki, artıq metal ərintilərini qəliblərə töküb alətlər hazırlayırdılar? O eneolit dövründə idi o qəlblər. Orta Tunç şəhər, bəli. Orta Tunç, duluz kürələri, duluz sobaları desək bəli, qarışdırır. Heç nə olmaz. Yaxşı, siz mənə deyin, Tunç dövründə
Əhalinin bu deyək ki, nədə görürük ki, bunlarda artıq bərabərsizlik dərinləşib, fərqlər çoxalır. Tayfa başçını ilahiləşdirirlər son tunç dövründə. Aha, və ortadan başlayıb sonda qüvvətlənir. Yəni Qüvvətlənir. qəbirlər göstərir. Aha, Bəli, qəbirlər də var idi. Bilmirəm, köhnələr Sarıçoban var idi, Borsunlu var idi, Xocalı qəbirstanlığı var idi, Qarabağda. Onların hamısı yoxdur, onlar azarıb. Hansı 2 dənə qalıb müəllimlər deyin? Yəqin ki, Xocalı qəbirstanlığı qalar Qarabağda. Biri də Biri də Oğuzda Kərimli qalır. Kərimlidir, hə, Oğuzda Kərimli. Naxçıvandakı Çalxanqalada nə ilə yadda qalır? Ora nəyə baxsınız? Orada siklopik tikili var idi. Bir də Gədəbəyin Arıqdamında da var idi siklopik tikili. Bəli, bəli. Dedik, hansı dövrdən ayaqla hərəkətə gətiriləndə Ulus çarxından istifadə olunmağa başladı? Son tunç. Ay, sağ olun, bəli. Yaxşı, siz mənə deyin, son tunç, erkən dəmir dövründə, həm də erkən dövlətlər nəyə inanırdılar? Nəyə inanırdılar? Bəli, bəli. Nələrə sitayiş edirdilər? Tayfa başçılarını deyəkmi? Yox, onlar ilahiləşdirdilər, amma o inam deyil ki, yəni belə deyək də, müxtəlif şeylərə inanırlar. İslamı cisimlərinə, suya, meşəyə. Böyük tanrı, günəş,